Herkese selam dostlar. Bugün de yepyeni bir videoda karşınızdayım dostlar. Uzun müddetten sonra geldim geri. Kanalı geri götürdüm dostlar. Ve belə bir şey baş verdi ki, Vüsal kardeşimiz sağ olsun, yazdım özünə ki, artık yani imkan var, kanalı geri ala bilərəm və o da çox sağ olsun ki, mənə həmin vaxt kömək elədi, yəni kanalı aldı, belə deyək. İndi də geri ala bildim və qaldığımız yerdən videolara davam edirik uşaqlar. Bugünkü gündə biz Cristiano Ronaldo'nun en genç kartı, 36 yaşında olan bu kartını yoxlayacağıq dostlar. Yəni Ronaldo'nun bu kartını bir dənə əsl oyunda yoxlayaq, görək nə effekt verir. Sizler de bu arada videonu beğenip kanalımıza abone olmayı unutmayın dostlar. Videomuza biz geçid edək. Ronaldo sayesinde dönmeye çalışırıq. Ronaldo'ya karşı geldik. Biz Ronaldo'nu tapdıq. Rəqibimiz 3150 kollektiv gücü var. Güclü bir rəqibdir. Biz bugün Ronaldo'nun üstüne oynuyoruz əsasən. Ki Ronaldo'nu tam bir şəkildə yoxlamaq istəyirəm. Belə bir heyətlə gəlir. Yaxşıdır, rəqibimizdə qəşəng dizilişi var. Çatmır. Buradan təkrardan bir Bellingham'a ötürmə. Buradan atdıq Shevchenko. Oy Shevchenko aradan keçdi yani. Buradan attık Zico'ya doğru bir ötürme. Vizecil. Ortadan ötürme geldi. Cristiano 21 numara. Roberto Cristiano çatmır buradan. Ano Ronaldo. Senin kafanı sikeyim. Ronaldo. 21 numara. Qəşəng. İndi Rodri buradadır. Rodri. Cristiano. Bak Ronaldo. Zico, Cristiano. Ay. Wait. Ay. Ronaldo ve falso, bu ikisi birbirine hiç vaxt uygun olmayan şeylerdir. Ronaldo ve falso atma. O Neymar. Oy Neymar. Neymar Jr. everybody. Ne oldu? Rəqib niyə çıxır? Neyse dostlar, rəqib çıxdı abi, yani bu məndən asılı bir şey değildi. Rəqib çıxdı, biz ikinci bir oynadı keçəkdi. Belə bizə fərri rəqib gətir. 3162 bir dənə ərəb var. Rəqibimiz var, oğlu var. Amma bizdə buradan bir dəyişikliyə ehtiyacımız var mı? Var. Biz Messi'ni buradan vızqırd edək. Neymar qalsın. Neymar nəsə bu səfər gözümə yaxşı dəydi, bilmirəm. Bakın görün ne diyeceğini bak. Oy qəşəng idi amma. Yaxşı fikirləşmişdim. İnsafiyana qəşəng fikirləşmişdim. Düzün deyin də baxın. Düzün deyin, qəşəng fikirləşmişdim. Varmıyor buradan Neymar.
Neymar. Neymar. O Neymar. O Neymar. Buradan vurduq girmədi. Carlos'a baxın indi. Göstərmir. Yəni bunu qardaş-qardaşa bax demir baba bu zərbəni. Qardaş-qardaşa niyə belə zərbə desin? Tarınmayıq, atanmadık və bu oyunumuzda beləcə bitmiş oldu dostlar. Biz bu oyunu da qalibiyyətlə tamamladıq. Ümumən bu 35 yaşındakı Ronaldo yaxşıdırmı? Pis deyil. 36 yaşındakı Ronaldo pis deyil, amma ümumən oynadarmayan belə hər bir oyun onu da deyə bilmərəm, yəni. O qədər wow oyunçu da deyil bu kartı belə, yəni amma yenə Ronaldo təbii ki, sadəcə burada oyunda o qədər güclü kartı yoxdur. Ən gənc kartı bu da 36 yaşında. Bundan gənc kartı yoxdur mən bilən oyunda. Videomuz bu qədər. Video like atıb kanalımıza da abunə olmağı unutmayın dostlar. Sağ olun.